Ali əleyhissalamın şəhadəti Qur'anın nazil olan gününə düşür ki, ya indi zərbətlənməsi, ya dünyasının dəyişməsi, ya üçü fərq eləməz. Axır onun o dünyadan köçmək günləri bu günlərə düşür və bu günsündə deyirlər ki, əlini onun ədaləti öldürdü. Burada səni düşündürməlidir nəsə. Bu gecə düşünmə gecəsidir. Çünki qədr gecəsidir. Qədr, yəni qədər, qüdrət, ölçü deməkdir. Ölçü nədir? 1000 ölçərsən, bir biçərsən, belə olmur. Ölçüdə düşüncə var, təfəkkür var. Var ki, Peyğəmbərə deyir, və ma ədrakə ma leylətul qədr. Sən nə dərk eləyirsən, sən nə bilirsən ki, qədr nədir? Demək, bu təfəkkür gecəsidir. Burada gərək təfəkkür eləyəsən, təfəkkür eləyib öz qədrini biləsən ki, biləsən qədr gecəsi nədir. İnsan öz qədrini bilməsə, qədr gecəsini tanıya bilməz. Əli əleyhissalam nə deyir? Mən ərəfə nəfsəhu fəqət ərəfə rəbbəhu. Kim özünü tanısa, Rəbbini tanıyar. İnsan öz qədrini bilməsə, yəni qədr yəni nə? Öz qədri biz belə başa düşürük ki, özü soğuğa verməyinə, müğayyət ol özündən, qalin giyin, kürək və əski qoy tərliyəndə deyiş. O da gül, öz qədri biləsən nə boydasan sən. Biz hər şeyi başlamışıq təhrif eləməyə. Biz yox, eləyiblər bizi üçün, veriblər bizə təhrif olunub da. Bu cür təhrif olunub bizi üçün hər şeydə. Ədaləti bilirsiniz necə bilmişik biz? Bayaq dedim, məzlum mövzudur. Təfəkkür eləməlisən özünü, bax, qədrini bilməlisən nə boydasan. Əli əleyhissalam deyir ki, öz qədrini bilən insan, ki, mən insanam, məni Allah Teala nə yaradıb? Xəlifətullah yaradıb, yer üzərinin əşrəfi yaradıb Allah. Qədrini bilən insan günah eləməz. Necə ki, İmam Sadiq əleyhissalama sual verirsiniz, heç günah eləmirsiniz. İmam təşbih verir ona ki, sən öz nəcisvi yiyərsən. Yox, biz də deyib bütün günahları nəcis bilirik. Onun qədrinə bax, qədərinə bax, ölçüsünə bax, nə boydadır bu insan? Nə boyda insandır ki, bütün günahları nəcis bilir bu. Amma o birisinə qəribə gəlir. Nə heç günahsız eləmişsiniz, necə adamsınız? Belə bu cür sual var, hər iş olar. Tanımır, bilmir nə boydadılar bunlar. Bu gecələr ona xidmət eləyir ki, insan özünü tanısın. Qədrin bilən insan günah eləməz. Bilər ki, hər günah ona bir xəyanətdir.